Azərbaycan Post qəzeti əvvəlki adı ilə Heydər Baba olaraq ilk dəfə 2008-ci ildə Kanadada təsis olunmuşdur. Bu nəşr xaricdə ilk rəsmi və müntəzəm mətbu orqanı kimi fəaliyyətə başlamış və Azərbaycan türk dili, tarixi, mədəniyyəti və incəsənətini təbliğ etmək məqsədi ilə çap olunmuşdur. 2011-ci ildə qəzet Kanadanın Milli Etnik Mətbuat və Media Şurasına üzv qəbul olunmuş və beynəlxalq standart seriya nömrəsi alaraq beynəlxalq nəşr sistemində rəsmi qeydiyyatdan keçmişdir. Heydər Baba qəzeti 2008-2019-cu illər ərzində sahibkarların reklam dəstəyi ilə aylıq nəşr olunmuş, lakin COVID-19 pandemiyasının yayılmasından sonra maliyyə səbəblərindən nəşrinə müvəqqəti fasilə verilmişdir. 2023-cü ildən etibarən qəzet yenilənmiş format və adla Azərbaycan Post olaraq fəaliyyətini bərpa etmişdir. Bu dəyişiklik medianın məzmununun genişləndirilməsi və daha geniş auditoriyaya çatmaq məqsədi ilə həyata keçirilmişdir. Hazırda Azərbaycan Post qəzeti 32 səhifəlik aylıq nəşr formatında 5000 tirajla çap olunur və hər ayın 3-cü cümə axşamı Toronto və onun ətraf şəhərlərində oxuculara çatdırılır. Qəzetin çap nüsxələri ticarət mərkəzlərindən oxucular üçün pulsuz əldə edilə bilər. Bundan əlavə, qəzet rəqəmsal platformalarda da fəal şəkildə fəaliyyət göstərir və sosial şəbəkələr vasitəsilə dünyanın dörd bir yanından geniş oxucu auditoriyasını cəlb etməyi bacarıb. Yenidən təşkilatlanmadan sonra Azərbaycan Post qəzeti Kanada hökumətinə tabe olan Kanada Kitabxana və Arxivlər İdarəsi tərəfindən aşağıdakı beynəlxalq standart seriya nömrələrini almışdır. Bu nömrələr qəzetin beynəlxalq məlumat bazalarında və kitabxanalarda standart şəkildə tanınmasını və qeydiyyatını təmin edir. Bununla yanaşı Azərbaycan Post qəzeti beynəlxalq Crossref sisteminə üzv olaraq elmi və analitik məqalələr üçün daimi rəqəmsal identifikator əldə edir. Bu da o deməkdir ki, bu media orqanında yayımlanan məqalələr beynəlxalq elmi səviyyədə etibarlı sayılır və davamlı rəqəmsal istinadla elmi ədəbiyyatlarda istifadə olunur. Qəzet yalnız Kanada kitabxana və arxivlərində deyil, eyni zamanda Azərbaycan Milli Kitabxanasında da arxivləşdirilir. Unikal identifikator nömrəsi. Bu nömrə Azərbaycan Post qəzetinin onlayn kompüter Library Center tərəfindən idarə olunan dünya üzrə verilənlər bazası WordCat-da unikal qeydiyyat nömrəsidir. Bu nömrə vasitəsilə qəzetimiz birbaşa WordCat bazasında qeydiyyata alınmış və izlənilə biləndir. Həmçinin 180-dən çox ölkənin üzv olduğu beynəlxalq kitabxana şəbəkəsinin siyahısında yer alır ki, bu ölkələrdə qəzetimizə asanlıqla giriş və axtarış etmək mümkündür. Bu, rəqəmsal nüsxələrin silinmə və ya unudulma təhlükəsinin qarşısını alır və gələcək nəsillər və tədqiqatçılar üçün etibarlı mənbə kimi qorunub saxlanılmasını təmin edir. Jurnal bu fəaliyyətlərlə yanaşı Scopus, Voz, Eriplus və digər nüfuzlu beynəlxalq platformalarda indekslənmək üçün müraciət etməyi planlaşdırır və bu istiqamətdə Türk dünyasında ən nüfuzlu elmi nəşrlərdən birinə çevrilməyi qarşısına məqsəd qoyub.